75 illik yubileyinə hazırlaşan Sumqayıt son illər əsl tikinti meydanını xatırladır. Prezident İlham Əliyevin tapşırığı və qayğısı ilə şəhərdə həyata keçirilən kompleks abadlıq və quruculuq işləri, möhtəşəm infrastruktur layihələrin reallaşdırılması, şəhər təsərrüfatının yenidən qurulması nəticəsində şəhərimizdə tamamilə yeni ab-hava yaranıb. İnkişaf etmiş şəhərlərə məxsus standartlar formalaşıb. Xüsusən 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərindən həyata keçirilən layihələrin nəticəsində Sumqayıtın siması tamamilə dəyişib. Sumqayıt Azərbaycanın ən cavan şəhərlərindən biridir. Bu şəhərin cəmi bildiyiniz kimi təxminən bir aydan sonra 75 yaşı tamam olur. Amma sanki Sumqayıt əsrlərlə yaş keçmiş, əsrlərlə yaşamış gözəl bir məkandır. İnsanların yaşadığı, insanların xoşbəxtlik tapdığı, təhsil aldığı bir şəhər. Sumqayıt bugün Azərbaycanın və mənə elə gəlir Cənubi Qafqazın ən gözəl şəhərlərindən biridir. Xüsusilə son 10 il ərzində Sumqayıtın inkişafı göz qabağındadır. Bax elə indi burada qarşınızda durduğumuz bu bulvar mənə elə gəlir ki, dünyanın ən gözəl bulvarlarından biridir və cənab prezidentimiz vaxtilə bu bulvarı açarkən buranı möcüzə adlandırmışdı. Təkcə bulvar mı? Onlarla məktəblər, bağçalar, teatrlar, mədəniyyət müəssisələri və digər yerlərin hamısı Sumqayıt üçün mənə elə gəlir ki, bir şan şöhrətdir. Yaratdığı inkişaf nümunələri ilə Sumqayıt bugün Heydər Əliyevin arzuladığı bir səviyyə yüksəlib. Ulu öndərin ideyaları və Prezident İlham Əliyevin inkişaf siyasəti şəhərin tərəqqisinin təməlində dayanan əsas prinsiplərdir. Bir neçə gündən sonra Sumqayıt özünün 75 illiyini qeyd edəcək. Mən ondan arzulayıram. Arzu edirəm ki, ən azı heç olmasa 750 illik yubileyini qeyd etsin və buna inanıram. Bizdən sonra gələn nəsillər Sumqayıtı daha da gözəlləşdirəcək, daha da cazibədar edəcək. Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq Sumqayıt Azərbaycanın yeni inkişaf mərhələsində də qürur doğan inkişaf nümunələrinə imza atacaq. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.